Milli Hidrometeorologiya Xidməti yanvarın 11-i və 12-sində Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda gözlənilən güclü küləklə bağlı əhaliyə sarı və narıncı xəbərdarlıq edib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20-28 metrə çatacaq. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Leylik, Şəmkir, Yardımlı, Lənkəran, Masallı, Astara və Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13-20 metrə qədər güclənəcək. Gözlənilən güclü küləklə bağlı Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib, Nazirlik vətəndaşlara müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizlik qaydalarına da xüsusilə ciddi riayət edilməlidir. Unutmayaq, qaydalara biganəlik həyatımızın sonu ola bilər. Hər hansı bir təhlükə zamanı 112 qaynar xəttə zəng edə bilərsiniz, deyə Nazirlik açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi axşam saatlarına olan faktiki havanı açıqlayıb. Açıqlamaya görə ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərdə isə qar yağır. Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan və Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay, Şəki, Qırız, Quba, Laza, Qusarda, Şahdağda isə qar yağır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncədə saniyədə 20 metr, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə isə 15 metr saniyədir.